olunur. Açıq-aşkar bugün nazirliklərin bir çoxu işçi qruplarına QHT-ləri dəvət edir. Amma qeyri-hökumət təşkilatlarının bugün potensialı yoxdur ki, o diyaloqda gedib iştirak eləsinlər tərəf kimi. Bu çox ciddi məsələdir. Qeyri-hökumət təşkilatlarının insan resursları, maliyyə resursları imkan vermir ki, bugün diyaloqun tərəfi olsun. Bu artmaqda olan diyaloq və onun arxasında duran işləri yerinə yetirmək üçün QHT-lərin potensialının artırılması məsələsi də gündəmdə olmalıdır, hansı ki biz danışırıq. Və yer gəlmişəm bir kəlmədə deyim ki, bugün Azərbaycan qeyri-hökumət təşkilatlarının dövlətdən maliyyə mənbəyi, yeganə maliyyə mənbəyi prezident yanında QHT-lər Dövlət Dəstəyi Şurası deyil. Yəni belə əgər ümumiləşmə aparsaq və ümumi rəqəm çıxarsaq bir xeyli böyük rəqəm alınır. Amma biz həm də onun tərəfdarıyıq ki, bu əksəriyyət hallarda, yəni bu nazirliklər də maliyyələşmədə iştirak eləməlidir, ayrı-ayrı orqanlarda, amma bu vahid bir, burada siyasət olsa, vahid bir... Bax, deyirsiniz əlavə, bax, nazirliklərdir, nə bilim, səfirliklərdir, xüsusən ki, Azərbaycan yaxın olan səfirlik, uzaqları demirəm mən. Tutaq ki, Türkiyədir və yaxud başqa birisidir. Biz onlardan da Qarabazlar təşkilatı olaq, siz dediyiniz münasibəti görmürük. Bir dənə QHT Şurası, demək, fərq qoymur. Yerdə qalan yerdə, Gənclər Nazirliyi, Mədəni, eşitirsən ki, falan yerə, falan məsələyə ayrıblar qıran, falan yerə ayrıblar. Qarabazlar təşkilatından gedib müraciət edir ki, yox. Deyək ki, fərqli bir münasibət bəhsdir, xoşa gəlməyən bir münasibətdir. Akif bəy, sizin dediyiniz məsələ aydındır. Məsələn, hətta biz, bayaq Azay müəllim dedi, bu vətənpərvərliklə məşğul olan təşkilatlara biz o kiçik grantları verəndə bəziləri deyir, onlar heç bir tədbir keçirtmədi. Biz deyirik ki, onların mövcudluğu, veteran təşkilatının gedib bir gün qapısını açması, 2 dənə veteranın dərdinə qulaq asması elə bizim üçün fəaliyyətdir. O baxımdan mən razıyam ki, biz bu vətənpərvərliklə məşğul olan, işğalı nəticələrin aradan qaldırması ilə bağlı olan təşkilatlara daha çox diqqət olsun. Amma mən ondan danışmıram. Mən ümumiyyətlə qeyri-hökumət təşkilatlarına, indi məsələn, gənclərlə bağlı fond yaradılıb, böyük bir büdcəsi var, o günlərdə bir böyük pullar ayrıldı. Mən onu demək istəyirəm ki, bütövlükdə yəni bu tendensiya yaxşıdır, gedir. Amma mən sizlə razıyam, bəli, biz bu Azərbaycançılığı təşviq edən və təsadüfi deyil ki, bugün əsasnaməyə dəyişiklik edildi. Artıq QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq istiqamətdə fəaliyyətdə də maliyyələşmə imkanı, hüququ əldə elədi. Və o baxımdan vətənpərvərliklə məşğul olan təşkilatların burada rolu artmalıdır, mən hesab edirəm. Vaxta riayət edin, Məhrəm Zülfüqarlı, qısaca. Bayaq dediyim kimi, diyaloqda Azərbaycanın vətəndaşlarının əksəriyyəti maraqlı olduğu kimi, o səlahiyyətli nümayəndələr də maraqlı olmalıdır. Yəni, QHT-lər alternativ informasiya mənbəyi kimi də hərdən çıxış edirlər. Məsələn, biz regiona gedirik, regionun problemi var, amma səlahiyyətli qurumlar mərkəzə düzgün məlumat vermirlər. Deməli, alternativ informasiya mənbəyi kimi biz şəxsən cənab prezidentə köməklik edirik. Regionların problemini ictimai diqqətə cəlb eləməklə. Və bu baxımdan, məsələn, yerlərdə bəzən o bizi alternativ kimi görmək istəməyən bəzi strukturlar buna qısqancılıqla yanaşırlar, hətta tədbir keçirməyə imkan vermirlər. Mən düşünürəm ki, dövlət sektorda, özəl sektorda, vətəndaş cəmiyyətinin inkişafında bizi qədər maraqlı olmalıdır. Yəni, biz deyirik, dövlət sektoru güclü olsun, dövlət inkişaf eləsin, Avropa standartlarından yüksəkdə olsun. Bəs dövlət sektoru, özəl sektor, Azərbaycanda vətəndaş cəmiyyətinin Avropa deməli, dəyərlərindən yüksəkdə olmasını istəmirmi? İstəyir. Amma mən elə gəlir ki, bu istəyi biraz artırmaq lazım. Bu imkanları biraz artırmaq lazım. Bəyaxlar sahib bəy qeyd elədi burada. Nə üçün dövlət sosial sifarişini bu günləri dövlət sektorundan vətəndaş cəmiyyətinə geniş miqyasda verməsinlər? Məsələn, sel daşqınlarının nəticələrinin aradan qaldırılmasına nə üçün geniş miqyasda qeyri-hökumət təşkilatları cəlb olunmasın? Yəni, diyaloqda şəxsən mənim və mənim təşkilatım maraqlıdır. Bu dövlətçilik üçün lazımdır. Hətta mən deyərdim ki, dövlətçinin inkişafında bu diyaloq zəruridir. Ona görə biz bir təşkilat olaraq bunda həmişə dəstək verir, maraqlıyıq. Sadəcə olaraq prezident administrasiyası bu diyaloqun regionlara keçirilməsinə dəstək verməlidir. Sağ olun. Bir daha təşəkkür edirəm sizə ki, əslində diyaloq keçirilmişdi, qapalı bir tədbir idi, bağlı qapılar arxasında, amma ictimai televiziya əslində hakimiyyətlə QHT-lər arasında gedən müzakirələri, danışıqları, ictimai problemlərin ətrafında düzənlənən debatları ictimailəşdirdi. Ona görə sizə təşəkkür edirəm və yalnız ümid etmək istərdim ki, diyaloq haqqında çağırışlar və bütün bu şərhlər kağız və söz səviyyəsində yox, həqiqətən də gerçəkləşəcək və cəmiyyətdə, vətəndaş cəmiyyətdə bunun şahidi olacaq. Təşəkkür edirəm. Birinci regionlarda yaranan problemlərlə bağlı.
Təəssüflər olsun ki, bugün bu səbkidə, bu məzmunda bizə də müraciətə daxil olur. Düzdür, hər region haqqında, hər rayon haqqında bunu demək olmaz, amma belə rayonlarımız da var. Və bildirmək istəyirəm ki, artıq hazırlanan təkliflər sırasında bu məsələ də var. Və əmin ola bilərsiniz ki, bu qeyd olunan problemlə bağlı dövlətin ciddi addımları olacaq və konkret araşdırmalar bundan bağlı aparılacaqdır. İkinci QT-lərin təkliflərinin münasibət məsələsi. Məsələn, bu çox ciddi məsələdir. Ümumiyyətlə, QT-lərin qaldırdığı məsələlərə gərək müvafiq icra hakimiyyəti orqanları ən azı bir xoşgörüylə yanaşsın, bir loyal yanaşsın. Ən azı onu araşdırmağa çalışsın və müsbət və mənfi tərəfləri müəyyənləşdirməyə çalışsın. Təbii ki, bizim həmişə də ümumi mövqeyimiz bu olubdur ki, bu istiqamətdə nazirliklər, müvafiq qurumlar QT-lə əməkdaşlığı sürətləndirsin, daha da artırsın. Qarabağ məsələsi. Bəli, çox doğru qeyd olundu ki, Qarabağla bağlı təəssüf olsun ki, digər donorlar heç bir vəsait ayırmır. Bu çox yanlış bir istiqamətdir. Xüsusilə beynəlxalq təşkilatlardan biz bunu çox gözlədiyi zamanda bu təkliflər həmişə açıq qaldı, bu təşəbbüslər dəstək verilmədi. Bilirsiniz ki, Cənab Prezidentin imzaladığı konsepsiyada məhz dövlətin verəcəyi istiqamətlər sırasında birinci 5 sırada, birinci beşlikdə məhz Qarabağla bağlı olan məsələlər var. Yəni, Azərbaycanın həqiqətlərin dünyaya çatdırılması, Qarabağ məsələsinin həlində vətəndaş cəmiyyətinin iştirakı və s. Bu, çox müsbət bir məsələdir. Qanunla bağlı məsələ qaldırdınız. Bəli, belə bir qanunu həqiqətən mən də bir millət vəkili olaraq hesab edirəm ki, buna böyük ehtiyac var və bizim şurada belə bir təşəbbüs artıq irəli sürülübdür. Çox böyük ehtimalla sentyabr ayından başlayaraq biz işğal haqqında, yəni Azərbaycanın işğal altında olan torpaqlar haqqında bir qanun layihəsinin ictimai müzakirəsini keçirməyə başlayacaq və hesab edirəm ki, Milli Məclisdə də bundan bağlı dəfələrlə fikirlə səslənilibdir. Və orada təbii ki, bu və digər məsələlər mütləq tənzimlənməlidir və hesab edirəm ümumiyyətlə Azərbaycanda bu məsələlərdə müəyyən bir ciddi aydınlaşmaya ehtiyac var. Hansı çərçivədə Ermənistanla əməkdaşlıq ola bilər, yaxud da təmaslar ola bilər. Bunlar çox ciddi məsələlərdir. Mən də bunun tərəfdarıyam ki, bu olsun. Polislə bağlı məsələ qaldırıldı. Əlbəttə, biz çox istərdik ki, Qarabağla bağlı keçirilən tədbirlərə biraz loyal yanaşılsın. Amma təbii ki, o aksiyalar ki, Azərbaycanın ümumiyyətlə xeyrinə deyil və Azərbaycan zərər gətirir. Onda gərək bizim QT-lər də çəkinsinlər və müəyyən belə deyək məsələlərdə balansı qoruyub saxlasınlar. Qarşıda duran ən vacib vəzifələr nədir? Akif Nağı? Təbii də, ən vacib məsələ hökumət strukturları ilə QT-lər arasında dilin tapılması deyək də. Biz bir-birimizə düşmən kimi baxmamalıyıq. Ümumi işimizin xeyrinə əməkdaşlıq formaları tapılmalıdır Azərbaycanın xeyrinə. Və bir məsələni də Azəm müəllim burada dedi, mən istəyərdim ki, QT şurasının ayırdığı maliyyə artırılmalıdır, hərab olunmalıdır bütün səviyyələr büdcədən. Yəni, bir neçə dəfə artırılmalıdır, hətta ki 5 milyonda, 3 milyonda, orada mən deyirəm ki, ondan barədir ki, o bölgü prinsipi ilə bağlı mən isə verəm ki, yenidən baxılmalıdır. İnsan demokratiya ilə bağlı, insan azarlarına bağlı maddiyə də eyni qədər ayırmaq, Qarabağ məsələsində bağlı eyni ayırmaq, mən isə verəm düzgün. Çünki onların almağa yerləri çoxdur. Rauf Zeyni. Milli mövqedə dayananların almağa mənbələri yoxdur. Rauf Zeyni. Əsas iki məsələni görürəm. Birincisi, dialoqun davamlı şəkildə olması, ikincisi isə QT evinin tezliklə yaradılması. Eynullah Fəthullayev. Məhərrəm bəyin və digərlərin dediyi kimi yerlərdə yaranan problemlər əbədi bir problemdir və düşünmürəm ki, bu problemlər qısa müddət ərzində həll olma. Amma elə kiçik problemlər var ki, onlar məhz mükaləmələr, dialoq vasitəsilə həll oluna bilər. Ona görə ümidliyəm ki, heç olmasa kiçik problemlər öz həllini tapacaq. Məhərrəm Zülfüqarlı. Mən arzu edərdim ki, bu dialoq davamlı olsun. Bir də icra strukturları, xüsusilə regionlarda QHT-lərin müraciətlərinə vaxtında cavab verir. Sahib Məmmədov. Mənim fikrimcə dialoq bu yalnız görüşlərdən ibarət yox. O dialoqun içərisində o proseslər aktivləşməlidir. İşçi qruplar, ekspert qrupları, birgə hökumət, beynəlxalq təşkilat, vətəndaş cəmiyyəti, KİV iştirakı ilə komissiyalar və s. Yəni bu permanent və ad hoc belə deyək qruplar şəklində artıq bu yalnız görüşlərlə yox, bu olsa daha yaxşı olar. Mənim də yəni bu elə gözləntim budur. Azay Quliyev. Ən vacib vəzifə indiyə qədər apardığımız işi davam etdirmək. Daha konkretləşdirsək, Şuranın bugün üzərində işlədiyi qeyri-hökumət təşkilatlarının Milli İnkişaf Proqramı layihəsini hazırlamaq, bu 5 illik bir proqramdır.
və onu hökumət təqdim etmək. İkinci də ki, dialoqda səslənən bütün təklifləri bir daha analiz etmək və həmin təkliflər mümkün olanını yaxın zamanlarda həyata keçirmək. Hesab edirəm, bu iki məsələ qarşıda duran ən vacib vəzifələrdən hesab oluna bilər. Sağ olun. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Xatırladıram ki, biz bugünkü proqramımızda QHT hökumət münasibətləri ilə bağlı bir müzakirə apardıq və siz prezident yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə QHT nümayəndələri Akif Nağı, Sahib Məmmədov, Rauf Zeyni, Məhərrəm Zülfüqarı və Eynullah Fətullayevin fikirləri ilə tanış oldunuz. Növbəti həftə biz siyasi partiya nümayəndələrinin iştirakı ilə görüşəcəyik. Növbəti efir gününə qədər salamat qalın.